Bir şey ya var ya yoxdur. Bir şey ya gerçəkdir, var ya da yoxdur. Məsələn bu termos gerçək olaraq var, eləmi? Gerçəkdir də bu. Buna biz əsla yox deyə bilmərik. Bu var və bu nəsə bir iş görə bilər, eləmi? Nəsə əlimə əzə bilər. Və olmayan şeylər var. Məsələn, fərz eləyə bilərik ki, burada havada 3 dənə kubik düşün, balaca kubiklər. 2 dənə də üstündə düşün. Cəmi neçə oldu? 5 kubik. Bunu anlatmaq üçün 5 kubik fərz elədik. Həqiqətdə varmı? Yoxdur. Reallıq kubik yoxdur. Bu kubiklər, 5 kubik nəsə bir iş görə bilər. Anlamamızı asanlaşdırır. Realda xarici aləmdə, beyindən xarici aləmdə heç nəyə təsir eləyə bilməz bunlar. İndi qanun real bir varlıqdırmı, yoxsa zehni bir anlayışdırmı? Bunun üzərinə sən deyirəm, bunun üzərinə insanların %99-u nədir? %100-ü deyirəm az qala. Bunun üzərinə heç düşünməyiblər. Heç kəs düşünmür. Yəni çox təknik adam düşünür. Qanun deyilən bir şeyin real varlığı var yoxsa yoxdur? Cisimləri yerə salan nədir? Cazibə qanunu. Cazibə hər kəsin dilində bitib bu. Bu cazibə qanunun real varlığı varmı? Biraz düşünüb real varlığı olmadığını hər ağıllı adam çıxardar. Zaten bəllidir bunun real varlığı olmadığı. Real varlığı olmayan bir şey, sadəcə zehni anlamı olan bir şey məndən xarici aləmdə, real həyatda bir cismə necə təsir edib onu yerə salır? Yerə salmaq imkanı yoxdur. Bunu anlatmaq üçün məsələn adam götürür, başqa misal verir də. Məsələn, parçanı götürür, mərkəzə bir top qoyur, kənardan bir top atır, onun ətrafına fırlanır. Deyir ki, bunun kimi böyük cisimlər kosmosu bükür, onun ətrafında kiçik cisimlər hərəkət edir. Amma yenə diqqət et, bu da bir qanundur. Kainatda 17 təməl zərrəcik var. İndi bildiyimiz 17. Lap bu 117 olsun və boşluqlar var. Düşün, 10.000 dənə zərrəcik var və boşluqlar var. Bunlar biri ilə necə əlaqə saxlayıb dırnaq kimi dayana bilirlər. Burada 17 təməl zərrəcikdən herhalde 5 təməl zərrəcik bu dırnağımdadır. Mən dırnaq da desəm buna, bu daha iç aləmdə biraz yaxınlaşdıqca görür ki, bunlar atomlardır. Bu dırnaqla bu üzüyün heç bir fərqi yoxdur. Tərkib etibarilə. Bəli, sadəcə birində atomların düzülüşü başqadır. Düzülüşü başqadır, birində başqadır. Biraz da yaxınlaşırıq. Atom dediyimiz əslində proton, neutron, elektron. Biraz da yaxınlaşırıq. Kvarklar, elektron, nə var orada? Qulyon var. Qulyon var. Nəsə 5 təməl deyək, 5 təməl zərrəcik deyək. Bu 5 təməl zərrəcik və boşluqlar. Qanun hanı? Məsələ budur. Burada soruşmaq lazım. Qanun hanı? Konkret. Biz nəyisə inanmaq istəmirik. Biz bilmək istəyirik. 4 təməl qüvvəni verəcək orada da. 4 təməl qüvvə qanun deyil axı. Biz sırf qanunu axtarırıq. Orada tutmağı söhbət. Hə, qanun fakt yoxdur. Qanun zehni anlayışdır. Amma 4 təməl qüvvətdən bəli. O başqa anlayış. Hamısı var burada, bəli. O da əslində bir inancdır. 4 təməl qüvvə olmasa o 4 təməl qüvvə inancdır, bəli. Amma o inancı qəbul etmək mümkün deyil. Hər ağıllı adam 4 təməl qüvvətdir. Zaten bizə görə İslamın Allahıdır o. Allahın qüdrətidir o. Bu an etibarı ilə buradakı bütün zərrələri saxlayan bir gücdür. Onlar görə 4 gücdür. Onlar 4 tanrıya inanır. Hətta burada söz oyunu oynamıram ha. Bir iş eləyən nədirsə tanrı odur da. Tanrı sən nə deyirsən ki? Yəni, bizim la ilahe illallah deyirik. Biz adamlar la ilahe illallah deyə bilmir. Məsələ odur. Bütpərəstlər də. Bütpərəst Said Nursi yaxşı izah eləyir. Deyir ki, bir vəhşi adam düşün. Bax, bizim nümunə göstərməyə, misal çəkməyə ehtiyacımız yoxdur. Hər ağıllı adam bayaqdan danışdıqlarımızdan məsələni tutar. Anlamayanlar üçün əlavə misallar veririk. Bu misallarda bu müqayisələr tam yerindədir. Qanun olmaq cəhətindən müqayisə edəcəyik. Said Nursi deyir ki, bir vəhşi adam düşün. Ancaq səhrada yaşayıb heç bir insan görmür. Gəlir sonra bir məscidə girir. Görür ki, bütün insanlar eyni anda əyilirlər, qalxırlar. Əyilirlər, səcdəyə gedir, rüküyə gedir, qalxır. Özünə fikirləşir ki, bunlar hamısı nətər olur eyni anda əyilib qalxır. Düşünür ki, demək ki, mənim görmədiyim xəyali bir ip var bunların arasında, bunların aralarında. Bu ip o qədər xariqa, o qədər mükəmməl, möcüzəvi bir ipdir ki, bunların hamısını oynadır. Eyni anda. Halbuki həqiqətdə nədir? Bu insanların hamısının ağlı var, şuuru var. Hamısı qərar verirlər bir imamın səsi ilə eyni anda əyilib qalxır. Allahu Ekber əmrinə tabedirlər orada. Hamısının ağlı şuuru var da, məsələ odur. Hamısının ağlının şuurunu çıxartsaq, bu adamlar namaz qıla bilər? Yox. Demək ki, bir qanunun davam eləməsi üçün, orada bir qanun var, eləmi? Əyilib qalxmaq qanunu. Bir namaz, bir qanun. Bu qanunun, bu ritualın deyək, davam eləməsi üçün hamısının ağıllı olmaq şərti var. Yoxsa o qanun bir iş görə bilməz. Qanun zaten real varlığı yoxdur. O səfih adamdır ki, bir qanun fərz elə, o da görmür. Fərz elə ki, orada bir ip var. Sayın ondan daha vəhşi, daha qanmaz bir adam, dinsiz bir adam deyir. Dünya deyilən mükəmməl bir məscidə deyir, böyük bir məscidə girir. Bu məscid niyə? Bunlar hamısı çox maraqlı mövzularda niyə məscid deyir kainata? Çünki məscid nədir? Qullar var, abid, ibadət eləyirlər. Kainat məscidində də hər şey Allahın əmrinə tabedir. Sanki bir qul kimi, kölə kimi. Kölə nətər əfəndisinin tam əmrində olar, heç çıxa bilməz. Kainatda heç bir zərrə Allahın əmrindən heç zərrə qədər çıxa bilmir. Məsələn, dünyaya bu vəhşi adam, dinsiz adam dünyaya gəlir, görür ki, hər şey nizam, intizamla hərəkət edir. Hətta formullara tökürlər də, qanunlar, Arximed qanunu, cazibə qanunu. Cazibə qanunu. Tam nizamla hərəkət. Hətta qanunu tökmüşüksə biz bunu, formula tökmüşüksə, demək ki, adam bu qanunu görür. Sonra deyir ki, bəs bunları nədir əsir edib oynadan bu cür düşür. Hər şeyi məcbur hərəkət edir. Determinizm nədir? Məcburdur, çıxa bilməz. Artıq indən sonra da çıxa bilməz. Onun nəzərində belədir. Kainatın başında ilk nətər olubsa, o heç oradan çıxa bilməz. Bunları əsir edib oynadan nədir? Düşün, bu da inanc bəli. Düşünür ki, aralarında o qədər xəyali bir ip var ki, o qədər mükəmməl xəyali bir iplər var ki, onlar da bunlar oynadır. Sən soruşsan ki, bunu eləyən nədir? Kimyəvi rabitə.
xəyali ipdir. Elektron mübadiləsi və bunlar hamısı onların nəzərində belə deyəndə məsələn acı 2 hidrogen, 1 oksigendə adam belə təsəvvür eləyir. 2 hidrogen, 1 oksigen orada. Arasında ip kimi, şəkillərdə də ip kimi verir. Şəkildə vermək sıxıntı deyil, anlamaq üçün ifadələrdir. Amma məsələ odur ki, insanlar nəzərində elə qalır. Adam elə bil ki, həqiqətən orada yer kürəsi niyə günəş ətrafına fırlanır? Çünki orada xəyali ip var, orbit xətti. Həqiqətdə varmı? 2 hidrogen, 1 oksigen. Sadəcə onların yanına girsən, 2 hidrogen görəcəksən, 1 oksigen görəcəksən. Ortada elektronlar görəcəksən. Bunlar heç bir-birinə dəymir. Nə qədər yaxınlaş, boşluq görəcəksən. Sigma rabitə bir xəttlə göstərir. Hə. Pi rabitə 2 xətt göstərir. Üstündəki xətt oldu pi rabitə. Sonra soruşanda ki, bu nə ilə pi rabitə məsələn? Hə. Halbuki o anlamamız üçün bir işarətdə, elmdə bu şeyə bir işarət eləmək. Anlamaq üçün izahlardır bunlar hamısı. Elm dediyimiz bütün o aləm səbəbə heç girmir. Səbəb nədir? O mövzuya heç girmir. Hərəkətin necə davam eləmə şəklini bizə izah edir. Sadəcə insanlar arasında artıq belə şey. Onda işarətdir. Abi bundan çıxmaq çətindir. Onu deyim sənə. Yəni o işin o tərəfi də var. Çünki uşaq vaxtdan görmüşük ki, təsir eləyir də. Yəni bu mədəydə əlim gedir. Bunu anlamaq Biraz gəlir. Adamın başı içində. Məsələ budur ki, bu buna dəymir. Biz bilirik ki, bu buna dəymir. Çox yaxınlaşanda baxırıq ki, orada bir qüvvə olur. Yəni bunlar hamısı ayrı-ayrı. Kainat onun dəyməyi, bütün bu proseslər, nə qədər proses var, meyvənin böyüməyi, hətta bir yarpağın ağacdan düşməyi, Quran buna işarət edir. Heç nə bir-birinə dəyməyən zərrəciklərdir. Bunlar hamısının nə tərsi olur? Hər zərrə bilir sanki hara getdiyini. Adam məsələn gülər, məsələn bilir sanki nə dedi, getməlidir. Məsələn getməməlidir. Getməlidir sənin inancından başqa bir şey deyil. Misalda dedi ya, adamlar hamısı ağıllı olmalıdır ki, əmrlərə tabe olsun. Yəni kainatda bütün zərrələr hamısı ağıllı, şuurlu olsa, bəlli qanunlara tabe olaraq, öz aralarında qoyduğu qanunlara tabe olaraq, məsələn bir nar formasında dayana bilərlər. 2 saniyə məsələn dayana bilərlər. Hamısı ağıllı, şuurlu. Başqa problemlər çıxacaq ha. O problemləri nəzərə almırıq. Məsələ budur ki, hamısı ağıllı, şuurlu deyil, amma bunlar da dayanır. Qanun real varlığı yoxdur. Bəlkə başqa nəsə böyük bir qüvvə var ki, başqa bir qüvvə var ki, onların hamısını saxlayır. Bizim bir dənə ehtimalımız var bu. Zaten əslində, yəni sənə görə də bir şey o bir şeyə təsir eləmir. Sənə görə 4 qüvvə var kainatın hər tərəfinə yayılmış və bu 4 qüvvə də hər şeyə təsir edən. Sənə görə də 4 dənə də. Mahiyyətində tam olaraq bilmirlər. Biz də mahiyyətini tam olaraq bilmirik. Allah deyirik adına. Onlar mahiyyətini tam olaraq bilmirlər. Biz səbəb deyək biz ona. Hər şeyi təsir edən tək bir səbəb. Onlar da hər şeyi təsir edən 4 səbəb deyirlər. Yəni sən 1 sə uzaq gəlirdi, 4 normal gəlir indi və sənin 4-ün ağılsızdır. Qanun real varlığı yoxdur. Ağılsız necə görülür bu işlər? Bunun da üzərinə gedər. Ya adam məsələn iddia eləsə ki, ağılsız ola bilər iş görülsün. Məsələn bir iş ağılsız görülə bilərmi, görülə bilməz. Buna heç kəs getməz. Sadəcə getsə də bu barədə bir videoda danışmışdıq. Adam deyir ki, məsələn biz görürük ki, hadisələr silsiləsi bir-birini qovalaya-qovalaya, məsələn bir daş yuxarıdan yuvarlana gəlir. Düz cizgi xətt. Görsən nizam, amma o ağılsızdır. Yəni şuur altında bayaq şeylər nəzərə alınmır. Yəni qanun, halbuki zaten danışdığımız şeyin içindən örnək verir. Yanlış örnək verir. Zaten ümumdan danışırıq. Yəni biz kainatda nə ağılsız cisimlərin ağıllı iş gördüyünü, nə ağıllı cisimlərin ağıllı iş gördüyünü özümüz xaric müşahidə eləməmişik. Sadəcə görürük ki, işlər görülür. Bu cisimlər həqiqətdə ağıllıdırmı, yoxsa ağılsızdırmı və bir ağıllı biri tərəfindən onlar hərəkət etdirilirmi, müşahidə eləməmişik. Yox, ağıllı olsa bu qədər nizam olmaz. Ağıllı olsa, ağılsız olsa. İkisi də problemdir. Ağılsız hərəkət edə bilməz. Ağıllı da bu qədər nizamlı hərəkət edə bilməz. Ağılsız ağıllı hərəkət edə bilər. Ağılsız bir cisim ağıllı hərəkət mümkün deyil. Ağılla düşünsək mümkün deyil, bəli. Buna dair təcrübəmiz var bəs? Yox. Heç bir təcrübəmiz yoxdur. Ağılsız cismin ağıllı bir iş gördüyünə dair təcrübəmiz yoxdur. Ağıllı cismin ağıllı iş gördüyünə dair təcrübəmiz yoxdur. Özümdən xaric. Biz zaten cisimləri ağılsız, bizim inancımıza görə. Yox, biz başqa insanların, başqa insanların bir iş görəndə deyirik ki, onlar ağıllıdır, elə. Onu da belə %100 bilmirik. Yəni söhbət artıq bu qədər gəlibsə, bütün insanlar hamısı robot ola bilər. Ola bilər. Yəni bu bildiyim də. Yəni bu ehtimal da nəzərə alsaq, bu işin ən pik nöqtəsini deyirəm. Bu ehtimal da nəzərə alsaq, biz nə ağılsız cisimlərin ağıllı iş gördüyünü, nə də ağıllı cisimlərin ağıllı iş gördüyünü müşahidə eləməmişik. Yəni təcrübəmiz yoxdur. Ateist nəzərindən baxsaq, bəli. Yəni ümumiyyətlə ateizmin o qədər inancları var ki, bu ateist nəzərindən demirəm. Tamamilə hər şeyi qıraq da, ən yüksəyə çıxaq. Sən Allahı qırağa qoyaraq danışırsan məsələn. Hə. Hələ ki fikir yürüdürəm. Allahı hələ ki bilmirik və təcrübələrimizlə baxırıq ki, ağılsız cisim ağıllı iş görə bilərmi? Hər kəs qəbul edir bunu ki, ağılsız ağıllı iş görməz. Bunu hər kəs qəbul edir. Ancaq buranı da keçsə, yəni bir dəlil çıxsa ki, ola bilər ki, ağılsız cisimlər ağıllı iş görsün. Məsələ budur ki, biz nə ağılsızın ağıllı iş gördüyünü, nə ağıllının ağıllı iş gördüyünü təcrübə eləməmişik. Gördüyümüz kənar insanın ağıllı kimi davranması o qədər ciddi dəlil deyil. Sadəcə bir referans nöqtəmiz var, o da özümüzük. Mən özüm deyirəm ki, ağlım üstümdə olmayıb. Bir işi əyri görəndə deyirəm, ağlım nətər getdi deyirəm. Tək bir referans nöqtəm var. Ağlım üstündə olanda, ağlı başda olanda işlər nizamlı gedir. Ağlım başımda olmayanda işlər nizam-intizamlı getmir. Tək bir referans nöqtəm var və bu mənə bəsdir. Qarşı tərəfin referans nöqtəsi varmı? 0-dır. 1-0. İddia edirsə ki, ağılsız cisimlər ağıllı iş görə bilər. Buna dair heç bir referansı yoxdur. Söz oyunu oynayaraq özü də bilmədən danışır. Zaten nə danışırlar ki, yeni danışırlar.